Salam, hər vaxtınız xeyir. Bu gün sizə bu videoda 2025-ci ildə nəşr olunan Azərbaycan dili toplusunda ilk mövzu saitlər, samitlər, növləri və tələffüzünə aid sualların izahını verəcəm. Gəlin keçək birinci suala. Deyir, hansı sözlərdə q hərfi k səsini ifadə edir? Birinci məqsəd sözünü verib. Bəli, məqsəd sözündə q, k kimi tələffüz olunur. Niyə? Çünki qaydaya əsasən sözün ortasında q samiti gələrsə və özündən sonra çar samit gələrsə q, k kimi tələffüz olunur. Yəni burada q-dan sonra çar, s gəldiyi üçün k tələffüz olunacaq. Qəbul sözündə q olduğu kimi qalır. Qəzet sözündə də q olduğu kimi qalır. Nöqtə sözündə yenə eyni qayda. Q-dan sonra çar samit t gəldiyi üçün k kimi tələffüz olunacaq. Ona görə 4-ü də götürdüm. Maraq sözü x kimi tələffüz olunacaq. Çünki söz sonunda q, x kimi tələffüz olunur. Diqqət sözündə də eynən ilk q, qoşa q olanda ilk q samiti k kimi tələffüz olunur. Altını da götürürük. Maqnit sözündə, yəni baxın, maqnit və miqyas sözü bayaqki qaydanı yenə təkrarlayım. Çar samit gələndə k olur. Cingiltili gələndə olduğu kimi qalır. Baxın, maqnit və miqyas sözündə cingiltili samit gəldiyi üçün heç bir dəyişiklik baş verməyəcək. 7 ilə 8-i çıxdım. Doğru cavabımız 1, 4, 6 E variantı olur. Keçək ikinci suala. Hansı dərəcədəki sözlərdə uzun tələffüz olunan sait var? Yəni, hər bir sözün özündə uzun tələffüz olunan sait olsun. Baxaq, ədavət A, ərazi A uzandı, ədalı A uzandı, əlavə A uzandı. Bəli, demək olar ki, hamısında var və doğru cavabımız A olur. Digərlərinə baxaq. Məsələn, əvvəl, əqrəb uzanmır. Ona görə B-ni çıxdım. Ekran uzanmır, C-ni çıxdım. Əmi qız, əmi oğlu uzanmır, D-ni çıxdım. Erkən uzanmır, E-ni çıxdım. Elə variantımız A variantı oldu. Keçək üçüncü suala. Hansı sözlərdə qoşa samitlərdən ikincisi cingiltili tələffüz olunur? Gəlin baxaq. Təfəkkür sözündə k, bəli, təfəkkür sözündə 2 k-dan ikincisi g kimi tələffüz olunacaq. Biri götürdüm. Müfəttiş sözündə t var. Bəli, burada da ikincisi d kimi tələffüz olunacaq. 2-ni də götürdüm. Eynən t 3-də də var. Onu da götürdüm. Şəffaf f-da heç bir dəyişiklik baş vermir. S-da heç bir dəyişiklik baş vermir. Hoppanmaq, bəli. İkincisi B olacaq. Həssaslıq S-da heç bir dəyişiklik baş vermir. Yəni bizim sadəcə samit qoşalığı olan p, t, k və q-da dəyişiklik baş verir. Yerdə qalan samitlərdə hər hansı bir dəyişiklik baş vermir. Bir də y-da düşmə olur. Deməli, bizim cavabımız 1, 2, 3, 6 B variantı olacaq. 4-də hansı nümunələrdə birinci sözün son samiti cingiltili tələffüz olunmur? İndi, deməli, palıd qozası. Biz bilirik ki, b, d, c-dan sonra samit gəldiyi zaman onlar qarşılığına çevriləcək. Yəni, burada d-dan sonra samit q gəldiyi üçün d, t kimi tələffüz olunacaq. Yəni, cingiltili tələffüz olunmur. Biri götürdüm. Armud ağacı. Baxın, eyni şəkildə, yəni müqayisə eləyək. Birincidə samit q gəldiyi üçün qarşılığına çevrildi. Amma armud d-dan sonra a sait gəldiyi üçün olduğu kimi qalacaq. Yəni burada cingiltili tələffüz olunur. 2-ni çıxdım. 4 manat. Eynən d-dan sonra baxın yenə samit gəlib. Deməli t olacaq. Yəni cingiltili yox, çar olur. T. Arıq uşaq. Deməli, q-dan sonra sahib gəldiyi zaman ğ kimi tələffüz olunacaq. Ğ isə yəni cingiltilidir. Bizə deyir cingiltili tələffüz olunmasın. 4-ü də çıxdım. Kitab satışı. Bəli, b-dan sonra samit gəldiyi üçün p kimi tələffüz olunacaq. Yəni onda da cingiltili yox, çar olur. 5-i də götürürəm və variantımız E olur. 1, 3 və 5.
Beşinci sualda deyir ki, ç hərfi hansı sözdə y samitinin çar qarşılığını ifadə edir? Gəlin baxaq. Y-nın qarşılığı nədir? X işdirik. Düzdür? İ hissəsi yəni. Lakonik sözündə k-dır, ç deyil. K da yəni x işdirik ola bilmir. Deməli, A-nı çıxdı. Məhkə iki qoşa ç olanda bayaq da qeyd elədim, ikincisi c olur. Burada da x işdirik yoxdur. Əmlak sözü və türk sözü bunlarda ç, y-ya qətiyyən nə də x işdiriyə keçmir. Ümumiyyətlə tək hecalı sözlərin türk tək kimi sözlərdə keçmə olmur. Qaldı B variantı, bəli, liderlik. Yəni xışdirik olur burada sonu. Ona görə cavabımız B variantı olur. Keçək digər suala. İlk sözün son samiti çar tələffüz olunur. Deməli, əgər q-dan sonra fındıq ləpəsidir deyir. Q-dan sonra q bir ğ kimi, bir də x kimi ola bilir. Əgər sahit gəldikdə ğ olur, samit gələndə x olur. İndi baxaq fındıq ləpəsi. Deməli q-dan sonra samit gəlib. Samit gələndə nə olur? Dedim ki, x olur. Elə bizdə də x çardır. Bəli, çardır. Onda deməli cavabımız A variantı olur. Yaxşı, digərlərinə də baxaq. Uşaq ayaqqabısı sahit gəlib, ğ olacaq. Ç, r olduğu kimi qalır, heç bir dəyişiklik olmur. Bəs ç-da necə? Bəli, ç-da da ya y olur, ya da x-dirik olur. Nə zaman? Əgər sahit gələndə y olur, samit gələndə x-dirik olur. İndi baxıram ikisində də sahit gəlib, ikisində də sahit gəldiyi üçün y kimi tələffüz olunacaq. Ona görə elə cavabımız y da cinciltilidir. Cavabımız olur A variantı. Hansı sözlərdə q hərfi x kimi tələffüz olunmur? Yəni x olmasın. Gəlin baxaq. Deməli, yumşaq x olur. Yumşaq, bulaq, yaylaq olur. Qaymaq olur. Yarpaq olur. Buruq olur. Üfüq, baxın üfüq k, şəfəq k, müvafiq k, sadiq k, yəni x olur. Cavabımız olur E variantı. Keçək digər suala. Yarışda birinci gələn bizim Məhəmməddir. Cümləsində hansı sözdə cinciltili samitlərdən biri kar tələffüz olunur? Deməli, burada Məhəmməddir sözündə olacaq. Niyə? Çünki söz sonunda d gəldiyi zaman Məhəmməd və özündən sonra samit ilə başlayan şəkilçi gəldiyi üçün d t kimi tələffüz olunur. Yəni kar tələffüz olunur. Doğru cavab A variantıdır. Keçək 9-a. Cərgələrdən birində bütün sözlərdə uzun tələffüz olunan qapalı sahit var. Aha, qapalı sahit uzun tələffüz olunsun. Hansılardır qapalı? I, U, Ü. Yəni deyir ki, bunlar olsun ancaq uzanan. Asiman sözündə deməli asiman i uzanmır. Yəni qapalı sahit uzanmır. Məruzə, u uzanmır. Xüsusi, bəli, u uzanır. Musiqi uzanır. Təriqət i uzanır. Bəli, üçü də qapalı oldu. Cavabımız C variantı oldu. Daxili a uzanır, a qapalı deyil. Mədən, mütərizə, mədən sözündə heç qapalı sahit yoxdur. Eyni də çıxdıq. Cavabımız oldu C variantı. Keçək 10-cu suala. Hansı sırada nöqtələrin yerində x tələffüz olunmalıdır? Aha, x tələffüz olunsun. Deməli, qonaq q ilə yazılır. Baxın, bayaq dedim. Q-dan sonra sahit gələndə necə tələffüz olunur? Ğ kimi. Sahit gəlibsə, deməli burada ğ tələffüz olunacaq. Deməli, anı çıxdı. Əxlaq nümunəsi. Burada heç k-dır. Qulaq asmaq. Yenə sahit gəlib, yenə ğ olur.
Burada da yenə soyuqdan sonra sait gəlib h olur. Amma baxın, samit gəlib, deməli x olacaq. Cavabımız C variantıdır. Yəni, bir daha təkrar edeyim. Qdan sonra samit gələndə x olur, sait gələndə q olur. 11-ci sual. Sözlərin hansında q hərfi k səsini ifadə edir? Yəni, k. Torpaq söz sonunda q gələndə x olur. Ona görə mən biri çıxıram. Rəqs, rəqs. Bəli, k kimi tələffüz olunur. Miqyas, cinci söz samit gəlib. Qütb, q kimi tələffüz olunur. Qayıq, x olur, söz sonunda gəlib. Layiq, bəli, layiq, k olur. Maqnitofon, q kimi tələffüz olunur. Doğru cavabımız 2-6 olur. Hansı sözün ilk samiti onun çar qarşılığı ilə əvəz edirsə, yeni mənalı söz yaranmaz. İlk samiti çar qarşılığı ilə əvəz edirsə, yeni. Aha, gəlin ilk samitinə baxaq. Dələ, d-nın qarşılığı t. Tələ. Var tələ, bəli. Zaman, saman var. Zəfər, səfər. Z-nın qarşılığı s-dır axı. Cövhər, köfhər yoxdur. Vaza, faza var. Bəli, v-nın qarşılığı. Deməli, cavabımız elə D. 13. Hansı cərgədəki sözlərin yalnız birində uzun tələffüz olunan sait var? Yalnız birində olsun. Yəni, 3 sözün birində. Katib, A uzanır. Siyasət, A uzanır. Elan, uzanır. Üçündə də var. Təcili, qasid. İkisində var, səyyahda yoxdur. İkisində də var. Mənə biri deyir. Şikayət, A uzanır. Heca, uzanma yoxdur. Ənənə, uzanma yoxdur. Deməli, bəli, sadəcə şikayət sözündə var. Cavabımız olur C variantı. 14. Cərgələrin birində G hərfi ardıcıllıqla Q, Q, X və K. Baxın, ardıcıllıq sözünün altına xətt çəkin. Yəni, çünki ardıcıl olmalıdır. Birinci Q, üfüq xətti. Q, Q kimi tələffüz olunmur. Q burada K olur. Ona görə A-nı çıxdım. Mən birinci Q-nı tapmalıyam. Qulaq, Q, bəli, birinci Q-dır. İkinci Q özündən sonra sait gəlib deyə Q olur. Bəli, mənə də onsuz deyir ikinci Q olsun. Üçüncü X olsun deyir. Otaqsız. Bəli, Q-dan sonra samit gəldiyi üçün X tələffüz olunur. 3 də düzdür. K, məqsəd, bəli, söz ortasında Q-dan sonra kar gələndə K olur. Deməli, ardıcıllıqla hər biri uyğundur. Cavabımız B variantı olur. Digərlərinə də baxaq. Məsələn, burada haqqında birinci K olur, birinci Q. Amma mənə deyir, birincisi Q olsun. Müşfiq burada da olmur. Aşiqdə də, yəni birinci olmur. Ona görə elə variantımız B imiş. 15. Tərkibində uzun tələffüz edilən sait vardır. Gəlin baxaq. Çamal, çamal, uzanma yoxdur. Kitab, kitab, uzanma yoxdur. Xüsusi, xüsusi uzanır, bəli. Laləzar, uzanma var. Laureat, yoxdur. Əhatə, bəli, uzanma var. Əhatə, görürsünüz, uzadıram tələffüzdə. Daimi, bəli, var. Qurum, xeyr. Fizik, xeyr. 2, 3, 7, 8, C variantı. 6. Hansı nümunədə ilk sözün son samiti kar tələffüz olunur? Yenə bizə birləşmə verib. İlk sözün son samiti deyəndə biz sonuncu, yəni hərfdən sonra gələn sözə, saitə, samitə baxırıq. Yəni birinci bitir q-la, özündən sonra nə gəlib? Sait, samit, t, samit gəlib. Samit gəlibsə q, x olacaq. Bizə də deyir ki, kar olsun. Kar elə x kardır da. Elə cavabımız A çıxdı. Gəlin digərlərinə də baxaq. Sınıq oyuncaq. Sait gəlib. X olur. Fındıq. Sait gəlir. X olub. Sait gəlir. X olub. Məktəb. Sait gəlib. Olduğu kimi qalır. 17. 17-ci sualda hər iki sözə saitlə başlanan şəkil artırdıqda sözün sonundakı q samiti x samitinə keçmir. Hər ikisində deyir. Uşaq, uşağın, burada keçir.
Ona görə A-nı çıxdım. Qonaq, qonağın, keçir, bıçaq, bıçağın, keçir, yaraq, yarağın, keçir. Amma mitinq və piroq sözündə q-ya keçmir. Mitinqin demirik, mitinqin deyirik. Ona görə cavabımız B variantı olur. Aha. Keçək digərinə. 18. Cərgələrin birində G hərfi ardıcıl olaraq Q, X, X və K. Yəni yenə ardıcıllığa fikir verək. Deməli, qulaq birincisi Q oldu, tamam. İkincisi X olur. Niyə? Çünki özündən sonra D gəlib, samit gəlib, ardıcıllığı pozdu. Üfüq K olur birincisi, ardıcıllıq olmadı. Haqqında yenə birincisi Q, K kimi tələffüz olunur. Qonaq otağı birincisi Q, bəli, Q kimi tələffüz olunur. Sait gəldiyi üçün Q olur. Bəli, ikinci də düzdür. Samit gəldiyi üçün Q-dan sonra X olur. Bəli, üçüncüsü də oldu. Rəqs də K kimi tələffüz olunur. Bəli, axtardığımız cavab D variantıdır. 19. Cərgələrin birində Q hərfi 3 müxtəlif səs ifadə edir. Aha, bilirik ki, Q, Q, K, Q və X kimi tələffüz oluna bilər. İndi gəlin görək hansında 3 müxtəlif səsi ifadə edir. Deməli, yaraq sözündə X, qapaq sözündə Q, burada da X, qəlb sözündə Q. Yəni burada 2 oldu. Bir Q, bir X. Sonra qonaq sözü Q, qonaq X, otaq X, qapı Q. Burada da Q və X oldu 2 dənə. Bunu da çıxdım. Çıraq X, məqsəd K, toqqa. Deməli K, bu isə Q. Deməli burada neçə dənə oldu fərqli? X-mız oldu, K oldu və Q oldu. 3 dənə oldu da. Deməli elə burdadır fərqli 3 dənə olan. Cavabımız D variantı. Digərlərində, yəni aşıq və şəfəq yox. Nöqsan K, qələrcaq Q, rəqsdə də K olduğu üçün, yəni burada baxın 2 dənə fərqli oldu. K və Q. 20. Klasteri tamamlayan fikirləri müəyyən edin. Y samiti bəzi sözlərin tərkibində qoşu işləndikdə tələffüzdə biri düşə bilər. Bəli, düz deyir. Doğrudur. Maniyəli tələffüz olunur. Doğrudur. Çünki samitli və samitdə maniyəli tələffüz olunur. İndi mənə doğru olan lazımdır. Çar qarşılığı yoxdur. Var. X işlədiyi iş səsi. Söz sonunda qoşa gələ bilər. Gələ bilməz. Bu da səhvdir. Yazıldığı kimi tələffüz edilən qoşa samiri söz yoxdur. Niyə? Səyyah sözü var, səyyar var. Bunlar olduğu kimi qoşa y ilə yazılır, y kimi də tələffüz olunur. Sözün əvvəlində yazıldığı kimi deyilir. Sözün əvvəlində, bəli, məsələn, yas y kimi deyilir, yallı y kimi deyilir. Düz deyir yəni bunu. Söz sonunda işlənə bilmir. Niyə işlənə bilməsin? Məsələn, tay, yay, y işlənir də sözün sonunda. Deməli, eyni də çıxdım. Doğru cavab D qaldı. 21. 4 məqamda qalın, açıq dodaqlanmayan sakin tələffüz edildiyi sözü. Deməli, qalın, açıq dodaqlanmayan. Bunu necə seçirik? Məsələn, A, I, O, U qalındır. Bunlardan açıq istəyir. Ona görə I ilə O-nu silirəm. Dodaqlanmayan istəyirsə O-nu silirəm. Deməli, mənə lazım olan A saiti 4 yerdə tələffüz edilsin. Bunu istəyir. A saiti, gəlin baxaq. Oratoriya. Yox, burada 4 dəfə yoxdur. Orfoqrafiya, bəli, burada A olur, burada da A olur. O, yəni tələffüzdə A-ya çevrilir. Orfoqrafiya. Deməli, neçədən oldu? 1, 2, 3, 4. Biz bir şey xatırladım sizə. Ümumiyyətlə, sait, samit dediyi zaman biz o zaman tələffüzə baxırıq. Biz sadəcə
ahəng qanunu və heyecanı, vurğunu soruşduğu zaman sözün yazılışına baxaraq. Qalan bütün hallarda tələffüzə baxmalıyıq. Ona görə də mən burada tələffüzünü fikirləşirəm. Orfoqrafiya 2 o-da aya çevrilir və digər 2 dənə də axı 4 dənə eləyir. Morfologiya. Burada o aya çevrilir. Amma elə olanda, yəni 4 dənə olmur. Çünki buradakı o olduğu kimi qalır elə. Maqnitofon. Tamam, burada o aya çevrilir, amma bu o olduğu kimi qalır. Ona görə burada da 2 dənədir. Astronomiya. Burada da birinci o aya çevrilir, amma ikinci olduğu kimi qaldığı üçün 3 dənədir burada da, 4 dənə deyil. Doğru cavabımız B variantı olur. Fərqləndirilmiş sözlərdən hansıların son samiti cingiltili? Aha. Q verib. Q deməli ğ və x dedik tələffüz oluna bilər. Cingiltili bunlardan hansıdır? Yəni ğ. Cingiltili tələffüz olunan ğ-dır və ğ nə zaman olur? Saitlə başlanan söz gələndə. İndi mən baxıram görüm hansında q-dan sonra sait gəlib, q-dan sonra i gəlib. 1-i götürürəm, ğ olur çünki. Bir də ki 4-ü götürürəm, ö sait gəlib q-dan sonra. 1, 4 doğru cavabımız olur. 23. Hansı bəndlərdəki sözlərdə ki, y, q əvəzlənməsi baş vermir? Gəlin baxaq. İştirakınız olmuş, iştirakınız baş vermir. 1. Külək, küləyə, küləyin, küləyi rahatlıqla çevrilir. Müttəfiqimiz deyə bilmədiyimiz üçün çevrilmir. Bayrağın, bayrağa, bayrağımız çevrilir. Deməli, doğru cavabımız 1 və 3 olur. Keçək sonuncu sualımıza. Hansı sözlərdə cingiltili samit özünün kar qarşılığı olsun? Təmizkarlıq. Burada q-x olur, l-r olur. Düzdür? Amma nə l-nın qarşılığı r-dır, nə də q-nın qarşılığı x-dır. Bizə deyir qarşılığı olsun. Biri çıxdı. Buluddan. Bəli, söz sonu d-la bitir. Özündən sonra samit d gəldiyi üçün bu t olur. T-nın qarşılığı da, d-nın qarşılığı da t-dır. Bəli. Qarşılığına çevrilir. Maraqla. Deməli, q-x olur, l-n olur. Axıra da bir dənə n artırıram. Amma nə q-nın qarşılığı x-dır, nə də l-nınki n-dır. Şəfəqlər, bəli, k olur. Q-nın qarşılığı k-dır, bəli. Deməli, 4-ü də götürdüm. Palıdın heç bir dəyişiklik baş vermir. Deməli, 2 və 4 bizim doğru cavablarımızdır.